Nə yaxşı ki, Qurban müəllim, o neqativlərin içində pozitiv düşünənlər də var təbii ki və hətta son dönəmlər davamlı olaraq bir çağırışlar var. Qurban Qurbanovun heykəli qoyulmalıdır. Bu Bakıda yoxsa Zaqatalada olmalıdır? Fikrinizi soruşmuram, sadəcə ünvanlardır birbaşa soruşuram. Yox, məncə heç yanda olmasın. Ümumiyyətcə, ölkənin, bu xalqın övladıyam. Mən boynuma düşən vəzifə, bugün bu mənə tapşırılıbsa, mən bunu layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası, ümumiyyətcə, yəni daha çox danışılası o qədər insan var ki, müharibədə o qədər qəhrəmanlarımız oldu. Yəni, necə deyib, o xarakterini, Azərbaycanlı xarakterini hansı ki, önə qoyub, ölümə gedən insanlarımız var ki, onların haqqında daha çox danışılmalıdır. Yəni, onlar olan yerdə, yəni mən ona görə çox üzdə olmaq istəmirəm belə. Ona görə mənim haqqımda nə qədər az danışılsa, az gizlin olsam o qədər yaxşıdır. Hal-hazırda Azərbaycan bayrağı dalgalanmaqdadır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, Qarabağ, Azərbaycan!